Salam dostlar, bugünkü videomuzda sizə Jeff Bezosun uğurlu və qaranlıq tərəflərindən danışacağıq. Jeff Bezos dünyanın ən zəngin insanlarından biridir. Texnologiya nəhəngi və Amazon imperiyasının yaradıcısıdır. O necə sıfırdan milyard dollarlıq sərvətə sahib oldu? Onun inanılmaz uğur hekayəsinin arxasında hansı gizli strategiyalar və qaranlıq məqamlar dayanır? Gəlin bu möhtəşəm və bir o qədər də mübahisəli şəxsin həyatını dərindən nəzər salaq. Sıfırdan zirvəyə Bezos necə milyarder oldu? Jeff Bezos 1964-cü ildə dünyaya gəldi və həmişə ağıllı, ambisiyalı biri olub. Princeton Universitetində təhsil aldıqdan sonra Wall Street-də işləməyə başladı. Ancaq 1994-cü ildə o risk edərək işini tərk etdi və yeni bir ideya ilə həyatını dəyişdirdi. Amazon. Başlanğıcında sadəcə bir onlayn kitab mağazası olan Amazon sürətlə böyüdü və dünyada ən böyük elektron ticarət platformasına çevrildi. Bezos müştəri məmnuniyyətini hər şeydən üstün tutdu, sürətli çatdırılma və geniş seçim imkanları yaratdı. Amma bu sadəcə başlanğıc idi. İllər keçdikcə Amazon təkcə bir alış-veriş platforması olmaqdan çıxdı. Süni intellekt, bulut texnologiyaları, kosmik tədqiqatlar və hətta kino sənayesi kimi sahələrə də daxil oldu. Bezosun kosmik şirkəti Blue Origin artıq insanları kosmosa aparmağa başlayıb. Amma onun uğur hekayəsinin arxasında hər şey göründüyü qədər parlaq deyil. Bezosun gizli strategiyaları və sərt qərarları da var. Bu qərarlar onu uğurla çatdırmağa çox böyük köməklik etdi. Uğura çatmaq üçün Bezos hər zaman innovasiya və aqressiv biznes strategiyaları ilə tanınıb. Amazonun ən güclü silahı rəqibləri sıradan çıxarmaq və bazarda hegemonluq qurmaqdır. O kiçik biznesləri məhv etməkdə və inhisarçılıqda günahlandırılır. Bundan başqa, məhsulların qiymətini süni şəkildə aşağı salmaq, rəqiblərin texnologiyalarını kopyalamaq və bazarın qaydalarını dəyişdirmək onun əsas taktikalarından biri hesab olunur. Bezosun başqa bir uğuru da işçi qüvvəsini sərt şəkildə idarə etməsidir. Onun tələbkarlığı nəticəsində Amazon dünyanın ən güclü şirkətinə çevrildi. Amma bu, işçilərin rifahı bahasına başa gəldi. Amazonun qaranlıq tərəfi Jeff Bezosun rəhbərliyi altında Amazon haqqında tənqidlər heç vaxt dayanmadı. Budur onun imperiyasının qaranlıq məqamlarından bəziləri. İşçilərin çətin şəraiti, rəqibləri məhv etmək, şəxsi məlumatların istifadəsi, vergidən yayınma ittihamları. Amazon anbarlarında çalışan işçilər ağır iş rejimindən, qısa fasilələrdən və həddindən artıq nəzarətdən şikayət edirlər. Bəzi işçilər tualetə getmək əvəzinə plastik şüşələrdən istifadə etdiklərini deyiblər. Bezos, Amazonun kiçik bizneslərini sıxışdırdığını və bazarda inhisar qurduğu inkar etsə də, bir çox şirkət onun strategiyalarının qurbanı olub. Amazon müştəri məlumatlarını toplayaraq reklam və süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün istifadə edir. Bu isə məxfilik məsələlərinə dair ciddi suallar yaradır. Amazon milyardlarla dollar gəlir əldə etsə də, şirkət uzun illər ərzində minimal vergi ödəməkdə günahlandırılır. Ortaya belə bir sual çıxır. Jeff Bezos dahi liderdir, yoxsa Amazonun kapitalist, sərt amansız lideridir? Jeff Bezos dahi lider, yoxsa amansız kapitalist? Jeff Bezos bir tərəfdən texnologiyanın gələcəyini formalaşdıran bir dahi, digər tərəfdən isə kapitalizmin sərt üzünü təcəssüm etdirən bir maqnat kimi tanınır. Onun hekayəsi bir sualı gündəmə gətirir. Uğur hər şeyə dəyərmi? Siz necə düşünürsünüz? Jeff Bezos müasir dövrün ən böyük biznes liderlərindən biridir, yoxsa sərvət uğrunda hər şeyi gözə alan bir iş adamı? Fikirlərinizi şərhlərdə yazın. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Daha çox maraqlı hekayələr üçün bizimlə qalın.